Gel ben səni buradan yedizdirim də. Ye də ye. Diş yerdə ye. Burada heyvanlar da var. Ümumiyyətlə o qədər təsirlənmişəm ki, kənd adamı əməlli başlı işləmək istəmirəm. Ancaq istirahət eləmək istəyirəm, amma işləmək lazım təbii ki. Qardaş, nə var, nə yox? Sağ olasın, xoş gəlmişsiniz. Sən bu keçilərini dişləyirək məni. İşləməz. Nətər dişləməz işləyir də? Adın nədir? Elbrus. Nətərdir, maraqlıdır burada işləmək? Bəli. İşləmək maraqlıdır, yoxsa burada olmaq maraqlıdır? Burada olmaq da maraqlıdır, işləmək də maraqlıdır. Ver görüm onu mənə. Nə kömək lazımdır sənə? Nə verirsən? Ot verirsən də? Ot verirəm, arpa verirəm. Arpa verirsən? Bəli. Olar keçək ora. Olar. Bəs bu ot az olmayacaq bunların. Buradan yeyirlər onlar. Bəli, buradan yeyirlər özləri. Deyir, keçin yoxdursa deməli sənin malqaran yoxdur. Belə bir ifadə var. Yəni, keçi sürünün başındadır. Yəni, Bəli. keçinin südü də əla olur, düzdür? İçəridə də keçilər var, Hoppa. İşin avan da olsun, qardaş. Sağ ol. Ya Allah. Yorulmayasan ay bebeğim. Sağ ol, çok sağ ol. Adınız nədir? Münevver. Münevver. Nə gözəl adınız var. Kəndində burada gələn qonaqlara qəşəng, dadlı qutablar bişirirsiniz. Sizin adınız nədir? Nuşcan, Zinyet. Zinyət xanım. Çoxdur burada qutab istəyən. Ha, çok Yəqin dadlı bişirirsiniz də ona görə. içinde görüyorum. Görüm də indi görəcəm indi dadlıdır yoxsa yox. Hər şey orqanikdir. Bu söz dilimizə çox düşüb son vaxtlar orqanik. Yəni təbii və keyfiyyətli. Hazırdır bibi? Hazır. Ver gəlsin, ver. Acından öldüm mən. Nuş olsun. Çox sağ ol. Qəşəng servis eləmisiniz. Qatıq, sumaq, hər şeydə var. Bəh, bəh, bəh. Nə etmək lazımdır? Ancaq yemək lazımdır. Burada həyətdə o qədər gözəl atmosfer var ki, öz ailənizlə, doğmalarınızla gəlib qəşəng həm yeyə bilərsiniz, həm içə bilərsiniz, həm də təbiətdən zövq ala bilərsiniz. Yaxşıca işləyib yorulandan sonra kənd adamının yeməyə də haqqı çatır. Bəh, bəh, bəh. Görək. Münevver bibinin hazırladığı bu göy qutabının dadı necədir?